ağılsızlığın ucbatından, dərin təmiz oldu deyə arxayın oldum, müalicəmi yarıda kəsdim. Və sonra dedim ki, vəsyoda artıq çıxmayacaq da, yəni hər şey bununla da bitdi, amma elə deyil, qətiyyən müalicənizə sonuna qədər davam edin. Çünki mən bunun nəticəsində çox peşman oldum və yenidən Fərdə xanıma üz tutdum. İlk seansımdır və ümid edirəm ki, ən son seansıma nəticə möhtəşəm olur. Akne müalicəm artıq yekunlaşıb. Mən əvvəlcədən də qeyd etdiyim kimi müalicəmi yarıda kəsmişdim. Peşman olmuşdum, sonra yenidən qayıtdım və artıq müalicəm yekunlaşdı. İndi isə ləkə seansına başlamışıq. Nəticədən çox razıyam.